Salam dostlar, hər vaxtımız xeyir olsun. Bu videoda kateqoriya kampaniyalar haqqında danışacağıq. Hansı ki, çox adam məlumatsızdır bu kampaniya haqqında. Sponsor product tərəfdə biz available-ıq, yəni bizə icazə verilir ki, tək sponsor product ola brend registrasiya olmadan kateqoriya kampaniyaları yaradaq. O zaman bu kateqoriya kampaniyası nədir? Birbaşa keçək, məntiqini başa düşək. Bir məhsul seçək, məsələn deyək, analoq alarm clock. Çox yaxşıdır geri dönüşü də ki, niçədən olaraq dəyişə bilər, produktdan, məhsuldan olaraq dəyişə bilər. Ancaq Amazonun tərəfindən sponsor produktların içində ən yaxşı hesab elədiyim kampaniyalardandır ki, yaxşı geri dönüş görmüşəm. Kateqoriya kampaniyalar nədir? Məsələn, bizdə hal-hazırda Helium 10 extensionu var. Ümid edirəm siz də artıq bunu yerləşdirmişsiniz. Chrome browser Google extensionu yerləşdirin və pinləyin yuxarı. O zaman asanlıqla Helium 10 göstərəcək ki, hər hansı bir məhsulun birbaşa heç nə eləmədən, üzərinə gəlməklə, aşağı scroll down eləməklə məhsulların üzərində onların kateqoriyasını, onların demək kateqoriya üzrə neçənci yerdə rank olduğunu, məsələn 15-ci yer boğazin, 74-cü yer alarm clock demək kateqoriyasında olduğunu göstərir. Home and Kitchen-da 15969 sıxıntı deyil. Birbaşa dar kateqoriyanı biz hədəfləyə bilərik. Alarm clock kateqoriyasını. Əgər Helium 10-iniz yoxdursa, başqa bir yolu da ki, məhsulun səhifəsinə gəlirsiniz. Bir məhsul seçirəm, məsələn bu. Bu məhsulu girməyin, mən də bilmirəm, mənim məhsulum deyil. Sadəcə nümunə olsun deyə bunun üzərindən çəkirəm. Məncə bu məhsulun azini də görürsünüz hal-hazırda videoda. Axtarmayın. Çünki başqa bir insanın məhsuludur və ziyan gətirə bilərik səhifəsində əks halda. Axtarışa verməyin, sadəcə məntiqi başa düşün. Hər hansı bir səhifəyə gedib aşağı scroll down elədiyimiz zaman biz həmin məhsulun Helium 10 olmadan da kateqoriyasını görə bilirik ki, hansı kateqoriyadadır. Görsənməlidir burada. Hə, okey. Buradadır. 987 alarm clockdadır. Biz bunun üzərinə klik elədiyimiz zaman kateqoriyanın bizə həmin kateqoriyada olan bütün alarm clockları göstərir. Gördüyümüz kimi rank nömrə 1 Amazon Basic. Amazon özünün digital saatıdır. Sonra rank nömrə 2, rank nömrə 3, rank nömrə 4. Ola bilər ki, kimsə mənim əvvəlki videomu görməsin. Bu məhsula girmək məsləhət deyil. Çörəyini vermiş məhsulda artıq bu məhsulda girib enerji itirməyə dəyməz. Hətta Amazon özü də görürsünüz ki, bu bazarın içindədir və nömrə 1-dir. Bunun qarşısına çıxa bilmərik. Ona görə bu bazardan sadəcə nümunə kimi istifadə edirəm hal-hazırda. Nömrə 14. Görürsünüz, mexaniki saatdır və nömrə 14-dür. Bu məntiq belədir. Biz nə edirik? Reklam tərəfində bütün kateqoriyada olanları hədəfləyirik və onları da filtrasiya edirik ki, məsələn, indi göstərəcəm onu, qiymət və reytinq üzrə. Hədəfləyirik, onların səhifəsinə girən hər hansı müştəri, məsələn, göstərim ki, burada 28-ci demək rank olan bu saat, hansı ki, alarm analog clockdur. Bizim birbaşa rəqibimiz də varsayaq. Onun səhifəsinə girdiyimiz zaman aşağıda düşürük və sponsor product görəcəyik. Görürsünüz, aşağı bir saniyə, based on əlaqələnən sponsored. Görürsünüz, sponsored productlar var burada. Kateqoriya olaraq hədəflədiyi zaman aşağıda sponsor product olaraq göstəririk. Və başqa ən əsas səhifə bu. 4 star və above. Bu onun aşağısındadır ki, 4 reytinqi olan və ondan yuxarı reytinqi olan saatlar hədəfləyibdir product target olaraq, məhsul olaraq və kateqoriya olaraq bu məhsulu ki, iki cür hədəfləyib orada ola bilərlər. Bir kateqoriya olaraq, bir də sadəcə azinini götürüb həmin azinə hədəf yarada bilər birbaşa. Orada yerləşirlər. Bu kateqoriya demək kampaniyanın məntiqidir. Keçək isə kampaniya necə yaradılır ona baxaq. Biz Seller Center'a gəlirik. Orada Campaign Manager'ə gəlib və Sponsor Product bölümündə Continue'ya klik edirik. Və açılan pəncərədə kampaniyamıza ad verməliyik. Məsələn, deyək, Alarm Clock ki, bu yerinə yazaraq kateqoriya. Sizə öz kateqori, öz stilinizə uyğun ad yerləşdirmə sıralaması yarada bilərsiniz və bütün kampaniyaları tətbiq edə bilərsiniz. Aşağıda məhsulu göstərməyəcəm. Siz əvvəlki videolarda göstərdiyim kimi buradan öz məhsulunu seçib və sağ tərəfdə görə bilərsiniz əd eləməklə. Düşdük aşağı və burada nə edirik? Seçirik. Avtomatik manual. Manualı seçirik. Keyword-ü biz artıq bildik ki, exact nədir, phrase and broad nədir? Bu dəfə product seçirik. Product seçdiyimiz zaman
yuxarıda burada görürük ki, kateqori və individual product. Biz bayaq dedik ki, burada iki cür aşağıda məhsullar var. Məhsullar daha doğrusu reklam olunub aşağıda. İki cür burada ola bilər. Bir sponsored product olaraq target birbaşa, bir də kateqoriya olaraq. Burada əgər individual product olaraq seçib həmin məhsulların azinini, hansı ki biz istəyirik hədəfləyək onun səhifəsində olaraq yerləşdirə bilərik. Amma kateqoriya istəyiriksə, kateqoriya üzrə gəlirik və buradan düşürük aşağı. Və buradan search edirik kateqoriyamızı. Hansı ki kateqoriyada biz olmalıyıq. Kateqoriyamız olsun alarm clock. Alarm clock. Alarm clock demək kateqoriyası gəldi. Biz burada nə edirik? Növbəti addım, bunu eləmək mütləqdir dostlar. Bu çox incə məqamdır. Refine eləyəcəyik. Refine nədir? Bizim məhsulumuzun qiyməti 15 dollardırsa, biz filtrasiya eləməliyik ki, minimum məsələn 15 dollar qiyməti olsun, 0-4 reyting arası olsun. Bu çox professional detaldır. Həqiqətən çox adam bunu bilmir, amma bu önəmlidir ki, bizə uzun vadəli xeyli irəli salır. Əd edirik. Demək, 0-4 reyting olan və qiyməti 15 dollardan yuxarı olanları hədəfləyirik. 1. Target 30 cent olsun. Yenidən refine edirik. Qiyməti olsun 15 dollar və rating 4-5 30 cent olsun. Yenidən refine edirik. Bir daha qiyməti olsun 15 dollar və rating 4-5 30 cent yenə olsun. Sonra qiyməti olsun 15 və rating 0.4. Biz bütün kateqoriyanı hədəflədik, ancaq filtrasiya edib 4 qrupa böldük ki, uzun vadəli bilək ki, hansının performansı yaxşıdır və biz hansını davam eləməliyik. 29-48 məhsul var birincidə, 15 dollardan aşağı 0.4 arası reyting olanlarda. 14-24 məhsul var 15 dollardan aşağı, ancaq reytingi 4-5 arası olan. 65-109 məhsul var, hansı ki 15 dollardan yuxarı və reytingi 4-5 arası olan. Və 36-60 məhsul var, reytingi 60-dan, demək qiyməti 60-dan yuxarı və reytingi 0.4 olan. Keçsək aşağı. Qiymət həmişə olduğu kimi down only və bura aşağıdakı parta sıfırlar yerində qalsın. Up and down bir daha üstündən keçim ki, bizim 30 sentimizi up and down elədiyimiz zaman 60 sent, 59 sent çıxa bilər klik başına. Ancaq down only elədiyimiz zaman 0 və 30 arasında Amazon bizə charge edə bilər klik başına. Fix elədiyimiz zaman isə hər klik asılı olmayaraq 30 sent çıxacaq bizdən. Keçirik aşağı və ad name elədiyimiz adı kopyalayıb yapışdıracaq kampaniya name belə yapışdırdıq. Portfolio varsa seçirik. End date qoymuram, çünki əgər hansısa bir, məsələn deyək ki, holiday, Black Friday-dirsə və hansısa bir dil vaxtıdırsa, hansısa bir bayramdırsa, 3 günlük, bir həftəlik xüsusi kampaniya yaradıramsa, bəli, end date qoyula bilər. Ancaq normal yaradılan bir kampaniya üçün end date qoyulmur. Sadəcə siz gündəlik girib baxın optimizasiya üçün, o zaman end date qoyulmur. Və daily budget seçməklə hazırda artıq kampaniyamız launch kampaniya edərək finish olur. Bu da bizim kateqoriya kampaniyamızın pik nöqtələri ki, necə kampaniya yaradılır kateqoriya olaraq. Belə dostlar, PPC ilə bağlı nə sualınız olarsa kommentariya yazıb, bir-bə-bir konsultasiya üçün descriptionda yerləşdirəcəyim WhatsApp nömrəsi əlaqə saxlaya bilərsiniz. Təbii ki, ödənişlidir. Belə hər kəsə uğurlar, özünüzdən müayət olun. Hələlik.